Çempionlar Liqası tarixində ən çox quru oyun keçirmiş 10 qapıcı. O qoşun. Casillas. Casillas ikinci yerdədir. 177 oyunda 59 clean sheet'i var. Manuel Neuer. Manuel Neuer birinci yerdədir. 159 oyunda 64 clean sheet'i var. Thibaut Courtois. Thibaut Courtois siyada 9-cu yerdədir. 99 oyunda 34 clean sheet'i var. Qoy Gianluigi Buffon olsun da. Gianluigi Buffon 3-cü yerdədir. 124 oyunda 53 clean sheet'i var. Bu arada 4-cü yerdəki qapıçında Juventusda çıxış etmişliyi var, yəni karyera sərisində. Bildin kimi deyirsən. Wojciech Chesney. Yoxdur siyada. Onun Wojciech alalım. Van der Sar. Bəli. Çox sonra pis qapıcıdır, normal. Wojciech'in başı üçündür Çempionlar Liqası clean eləsin bu qədər. 30 edərdi. Van der Sar siyada 4-cü yerdədir. 98 oyunda 51 clean sheet'i var. Jan Oblak. Jan Oblak 7-ci yerdədir. 104 oyunda 36 clean sheet'i var. Courtois'dan çoxdur. Kim ola bilər Allah? Oliver Kahn. Oliver Kahn 10-cu yerdədir. 103 oyunda 34 clean sheet. Donnarumma. Yoxdur siyada. Allah Donnarumma çatmır. Zasluqas çatmır ona. Petr Cech. Petr Cech 5-ci yerdədir. 111 oyunda 49 clean sheet'i var. Abi prosta demək istəyirəm Pepe Reina. Yoxdur siyada. O səviyyələrdə bir dənə 2 dənə qapıçı var amma. Pepe Reina. Victor Valdes. Bəli, Victor Valdes siyada 6-cı yerdədir. 106 oyunda 45 clean sheet'i var. Əziz izləyicilər, 8-ci yerdə hansı qapıçının dayandığını bilirsinizsə şərhdə bizimlə yazın.